Adam utanır deməyə ki, mən meditasiya ilə məşğulam. İnanın, mən falçıya getmişdim, mənə bu qədər məlumat vermədilər. Danışdıqlarınız müasir falçılıq kimi də gələ bilər. Sənə doğum tarixini verirəm. Şarlatanlar da çoxdur. Bəlkə nəsillərimizdə qıtlıq bilinci və savaşları görürük. Atalarımın, babalarımın vaxtında nə etdiyi məni maraqlandırmır. Mən zəngin olacağam, mən dünyaya çıxacağam. Sən xəritəndə dünyaya çıxmaq dəstəkləyən yoxdur. Hamı yaşam koçudur. Xəritələri ilə düzgün irəliləyən insanlar bu həyatda çox uğur qazanan insanlar olur. Ancaq və ancaq Yaradanla şəfalanıram. Sən bunu etdikdən sonra sənin uzun illər arzuladığın şeylər həyata keçir. Riyaziyyatdır deyə burada dəqiqlik var. Özəl pul kanalı deyə bir yer var. Hər bir insanda individual pul kodu olur. Oturmusan bir şey keşf xəyalından. Hamısı gəlir. Pul frekansı insanda yüksəlsin. Ay bürcü, günəş bürcü və yüksələn üçü bir aradadır. Doğum tarixi, sırf həmin rəqəmlər bizə nə deyir? 22-yə qədər doğulan insanlar, 22-dən yuxarı doğulan insanlar, Yanvar ayında doğulanlar. bacı qardaşlarını qorumağa gəlirlər. Liderdir, öndə olandır. Bəs fevral? Ən güclü numeroloq, astroloqlar fevral ayında doğularlar. Falçılara gedəndə onda fevralda doğulanlar. İkili xarakter. Göründüyü gibi deyil. Bəs 3 mart? Bir neçə tip kişi ola bilər. Özünü bir qadın kimi görmür, qurban rolundadır. Bəs 4-cü ay aprel? Planetlərimiz haranı dəstəkləyir?